Salam dostlar, xoş gəlmisiniz kanalıma. Bugün istəyirəm sizlərə bir balaca məlumat verirəm ki, səsli ördək və lal ördəkdən mulardı, yəni mular ördəyini necə almaq olar? Yəni nətər cütləşdirsək, nətər etsək mular ördəyi çıxar, yəni səsli ilə lalı qarışdırsaq, nətər edə bilərik? Bugün sizlərə bu haqqda məlumat verəcəydim dostlar. Gəlin birinci sizlərə bir şad xəbərim var. Lal ördək, yəni lal nədir? Səslilərimiz yumurtlayır, bilmirəm hansıdır, Pekin dişidir mi yumurtlayan? 2 dənə yumurta var, iridir. Məncə Pekin demə bilmirəm. Yəni 2 gündə yumurtlayır. Buraxacam yığılsın yumurtası, bəlkə 40 düşdü yəni. Ya da ki o cıqıl dişidir, bəlkə o da ola bilər. Amma görüm hələ də yumurta varmı? Ay dostlar, bu ikisinin də dalı yəni biraz şişikdir, amma onunki daha çox şişikdir. Yəni onda yumurta var, bunda da var. Deyəsən mən bunda dəqiq bilmirəm, amma onda yəni 90% yumurta var. Burada da %60% bunda yumurta var. Bəs o bir ördəyə gözləyim baxaq. Bunda dostlar yoxdur. Yəni baxışından bildim. O hələ də yumurtlamır bu arada. İlk yumurtasını görən ha vaxt yumurtlayacaq bilmirəm. Ya Pekindir ya da bu. Yaxşı gəlin yəni məlumatımıza keçək. Durmayaq, yəni boş sana dururam, danışıram, edirəm. Gəlin məlumatımıza keçək. Birincisi siz yəni bunlarda almaq çox çətin işdir. Yəni yalandan yəni almaqdan ötürü çətinlik çəkmək yəni istəmirsinizsə, məncə almaq lazımdır. Qoyun ördəkləriniz dursun. Ay susundan ha. Nə tərəfimdən qoymayın. Ay dostlar, olar mən işte danışım videomu. Burada olmayacaq. Mən lal ördəklərin yanında çəkim, yəni sakitcə dururlar. Aha. Yəni bunlardan almaq birincisi nəyinizə lazımdır? Əgər xoşun, yəni bunlar dişisi almaq, gəlin sizə deyim. Birincisi lal ördəyin dişisindən, yəni səslinin erkəyini gətirdikdə oradan heç nə çıxmayacaq, yəni. Yaxşı internetdə görmüşəm, çıxır deyirlər, onlar hamısı yalandır. Amma nətər olur? Nətər deyim, lal ördəyin dişisindən məsələn tutaq gətirdin ha. O səslinin erkəyini, o yalandır. Amma lal ördəyin nətər deyim, erkəyini gətirsən, səslinin də dişisini. Bunlar da çox çətin yəni əldə olunur. Elə vaxt olur, yaxın getmirlər bir-birlərinə. Ona görə bunlar almaq çox çətin işlərdən biridir. Elə edirsiniz, gərək mənim fikrimcə bala vaxtından baravar böyüyərlər ki, bir-birlərinə öyrəşərlər. Lal ördəyin erkəyi də ki, yəni onu cütləşsin, yəni səsli ilə və oradan mular çıxır. Amma bunu almaq çox çətindir. Yəni məncə yəni fikriniz varsa, əgər istəyirsiniz etməyə çalışın, amma mənim fikrimcə, yəni mən etməyə də çalışmaram, istəmərəm də. Ondan sonra yəni hemen nətər edilir? Yəni birinci, yəni bunun erkəyini aldınız və yəni səslərin yanında saxlayırsınız. Və bunlar cüt-cüt olur. O çox nadir halda, çünki səslinin, yəni səsliyə lal ördəyin erkəyi yaxın getmir. Yəni heç yəni yaxın getmir. Əgər bu arada lal ördəyin yanında dişisi varsa, o vapşim getməyəcək ona yaxın. Gərək o ikisini tək bir yerdə saxlayasan və heç lal ördək dişisi zat yanlarına qoymayasan. Yoxsa olan şey deyil. Birincisi elə, ikincisi də yəni çox çətin işdir. Yəni hər adam bacara bilmir. Amma yəni deyirsən mən etmək istəyirəm, zət deneyə bilərsiniz. Bəxtinizə ola bilər. Yəni ola bilər, olmaya da bilər. Amma dediyim kimi, yanında gərək lal ördəyin dişisi olmaya ki, onlar cüt olsun və cütləşsinlər. Baxın belə, yəni bir yəni qardaş soruşmuşdu ki, yəni belə haqqda video çəkmək olarmı? Mən də dedim, çəkərəm, bilmirəm nə demişdim, amma çəkərəm demişdim. Mən də çəkdim, yəni belə bir balaca məlumat verdim. Gələn videolarda dediyim kimi görüşmək ümidiylə. Gələn videolardan qabaq gözləyin dostlar. Sizə bir şey deyəcəydim. Hə. Hadi ola ki dedim ha. Səslilərin yanında bağlayacağım dostlar videoyu. İndi bunlar bizim bala Pekinlər dostlar. Onlar da Pekin erkəyi. Yəni dünən kəsdim dostlar. Dünən kəsdim Pekin erkəyi. Bunu da bilinizdən istədim. Bir erkək 3 dişi qaldı məndə. Bunu da deyim sizə indidən. Bir də burada bir erkək 2 dişi var. Yəni Pekin, ikisi dişi də o erkək. Bunlar indi damazlıq Pekinlərimdir. Bunlar da damazlıqsa yəni səslilərimdir. O bir dənə Pekin də heç olmaz. Bunu bırakın başına yaxşıyım belə dostlar. Gələn videolarda yəni görüşmək ümidiylə. Sağ olun, salamat qalın. Baxın yumurtalar da belə. İri yumurtalar dostlar. Yəni iri deməmək olmaz. Əlim boyutda olur. Maşallah qaz yumurtası kimidir. O deməyət o qədər də deyil, amma yekə yumurtalardır yəni dostlar. Yumru və yekə yumurtalardır yaxşıca. Baxın belə, yaxşı dostlar, sağ olun, salamat qalın. Gələn videoda görüşmək ümidiylə, sağ olun, salamat qalın.